yemedi üzerinde sonra? Şükür Allah'a yardım oldu. Ne var? Ne zor? Ne var? Ne başlıyor? Valla saat 5 idi. Oradan geçen taksi şoförü var. O çağırdı ki, durma farklı kişi şoförü. Çıktım bakım gördüm, ev, hayat, hamısı suyun içindedir. Sonra da orada çıktı yolunda gələlədik, qabağını alanmadı o. Sonra zəng verdim 102'ye zəng edəndən sonra, ondan sonra da icra hakiməsinə zəng verdim. Oradan da sonra hardasa saat 8'de de su idarəsi gəldi. Gəldilər, baxdılar, su bağladılar daldan ondan sonra. Hələ də su axır həyətimdən. Ne kadar ziyan da yapabilirsin? Esasen ne ziyan da? Evə gəlib, ağaçlarıma gəlib, hərkanın sahəni kutusu basmışdı. İndi Ərəfəl müəllim, xahiş edirəm bu hadisə ilə bağlı məlumat verin. Nə vaxt? Hadisə 27 Mart səhər radələrində, səhər 5-6 radələrində baş vermişdir. Hadisə ilə bağlı idarəyə məlumat daxil olan kimi idarəmizin canlı qüvvəsi və texnikası dərhal qəza yerinə gəlmişdilər. Hal-hazırda gördüyünüz kimi qəza ilə əlaqədar işlərimiz davam edir. Hadisəmiz Aksu Bəhrəmtəpə magistral yolunun 32 kilometrində baş verib. Külünlü kürdəmir diametri 500 mm olan içməli su xəttində baş vermişdir hadisəmiz. Aradan qaldırılması idarəmizin canlı qüvvəsi və texnikası, yəni tam qüvvəsi ilə çalışırıq ki, bu günlərin axşam saatlarına qədər qəzanı tam bərpa edib, əhalinin içməli su təminatı ilə təmin edilir. Bu qəzanın baş verməyinə səbəb əsasən nədir? Eyni ərazilərdə 2 aydan bir baş verir. Qəzanın baş vermə səbəbləri müxtəlif ola bilər. Yəni, bu səbəblərdən biri yeraltı deformasiyaların baş verməsidir. Yeraltı deformasiyalar zamanı polietilen boruda baş verən nasazlıqlar ola bilər. Yəni, bunlar polietilen borunun birləşmə nöqtələrində olan nasazlıqlar zamanı baş verə bilər.